Mayın 17-22-sində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədi ilə müəyyən edilmiş marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək. Təşkilat Komitəsindən verilən məlumata görə bununla əlaqədar Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Azərbaycan Əməliyyat Şirkəti və aidiyyatı qurumların birgə təşkilatçılığı ilə həyata keçiriləcək monitorinq çərçivəsində aprelin 11-dən 12-sinə keçən gecə Bakı şəhərinin bir sıra küçə və prospektlərində hərəkətin müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulur. Monitorinq Bakı Kristal Zalı, Fairmont Baku Flame Towers, Four Seasons Otel Baku, Marriott Abşeron Baku, The Ritz-Carlton, Heydər Əliyev Beynəlxalq Aeroportu və tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək. Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almalı və alternativ yollardan istifadə etmələri xahiş olunur. Məhdudiyyətlərin tətbiq olunacağı dəqiq ərazilər və digər məlumatlar növbəti mərhələdə ictimaiyyətə təqdim olunacaq. Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi son 10 il ərzində Azərbaycanda keçirilən bir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunub və uğurla həyata keçirilib deyə məlumatda qeyd olunub.